Ağdam rayonunun Rəsənli kəngərisində usta kimi işləmişəm. 7 aydır işlədiyim əvacibi ala bilmirəm. Zəng eləyirik. Nə qədər məbləğdir müəllim özü üstünə? 3000 manata yaxın məbləğdir. Zəng eləyirik, telefonlarımıza cavab vermirlər. Telefonlarımıza cavab verən vaxtda maliyyədən Fikrət adlı şəxs, mən onu yəni belə bir maliyyəçisi yox, onun maşenlik kimi deyərəm. Yəni heç kim telefonlarına cavab vermir. O bizə yalan vədlər verir. Upsilon şirkətində 2 dənə gün var. 2-ci gün, 5-ci gün. Pul 2-ci gün olacaq, 5-ci gün olacaq. Ona görə də bizim pullar köçmür. Mən özüm ailə başçısı, 3 uşaq oxuduram, çatdıra bilmirəm. Qazım, suyum, işığım hamısı boş yığılıb xırtdəkdən. Dükanlara borclarımız, dolanışıq çox zəif. Devlətimizin başçısı, cənab prezidentimiz çalışır ki, Qarabağı qursun, yarasın. Amma belə maşenliklər bu günləri, dələduzlar, bu devlətin işinə maniçilik törədir. Nüfuzdan salır. Nüfuzdan salır, bəli. Ona görə bunun haqqında xahiş edirəm ki, cənab prezidentimiz bir ölçü götürsün. Upsilon şirkətinin nümayəndələri bizi pis vəziyyətə qoydular. Bu günləri dolanışımız yoxdur. Bərbad gündəyik. İşlədiyimizi ala bilmirik. Ona görə də xahiş edirəm, bu işə baxılsın, işıqlandırılsın ki, yəni bu bir belə biz deyilük. 55 nəfər işçi var. Kimisinin işi olub gələ bilməyibdi bu günləri. Özü zəhmətimiz təqdim edin. Səlim Mustafa Amanxanoğlu, Ağdam rayonunun Mərdili kəndi sakini, Məcburi Köşkün. Ağdam rayonunun Rəsənli kəngərisində Upsilon şirkətində işləmişik. 4 ay maaş tam durur ev ki, bütövdə müqavili ilə, qanun müqavili ilə işləmişik. 8 ayda işlənməni çıxardıqlar, pulumu ala bilmirlər. Biz verəcəyik, sabah verəcəyik. Yəni qanun əmək müqaviləsində işləmişik. Bugünkü gündə buradakı bir sərayəti şəxslərə çağırmışıq bura ki, bizim pulumuzu verin. Biz də pullardan istəyirik. Müxaliflər dəfələrlə bizə vəd verirlər ki, verəcəyik, vermirlər. Özləri də oturub Bakıda verəcəyik, belə bizi uvadırlar. Belə. Əmək müqaviləniz var idi. Qanun müqaviləsində işləmişik. Neçə ayda pul verilmir? Mən 8 ayda işdən çıxmışam, hələ bir qəpik verilmir. Nə qədər şəxsən sizə alacağınız var? Mən elə bir ki, müqavili ilə 1500 manatdan işləmişəm, 5000 manat alacağım var. 8 ayda işdən məni çıxardıqlar, pulla vermirlər. Yəni siz tələb edəniz. Bəli. Bu vermirəm söhbəti yoxdur. Nəyə görə verilmir? Nə deyib vermirlər? O səbəbini də mən deyə bilmərəm, amma sizə nə deyirlər? Verəcəyik. Axırıncı söhbətimdə dedilər ki, bayram qabağı hamının pulunu bağlayacaq. Bax, sizə nə deyirlər ki, məsəl üçün, niyə verə bilmirik? Səbəb nə göstərilir? Şirkətin maliyyə vəziyyətində problem var. Ona görə mənim özümün də 5 ay əməkini qalır. Deyirlər, maliyyə vəziyyətində problem var, amma axırıncı söhbətimdə mən direktorla danışdım, dedi ki, bu bayram qabağı hamının pulunu bağlayacaq. Gündüz Ramiz olur. Şirkətin tədisçiyəm, ümumi iş icrasçıyam. Qardaşlar vurğuladı ki, həqiqətən də doğrudur, gördüyünüz insanları, gedənləri də, hər birini mən çağırmışam, mən cəlb eləmişəm işə. Doğrudur, hər birinin haqqı var, ona görə də bir onların yanındayam. Şirkət rəhbərləri burada olmasa da, özüm o qardaşları çağırıb işə cəlb etdiyim kimi, işlətdiyim kimi də birində yanlarındayam. Haqlıdırlar, alacaqları var, uzun müddət olanları var və o qardaş vurğuladı 2023-dən alacağım var deyə, doğrudur. Hamısının vaxtında dedikləri həqiqəti təsdiqləyirəm mən də, doğrudur, alacaqları var. Müəyyən səbəblər var ki, bəli, şirkətlə bağlı bəzi səbəblər çıxıb ortaya ki, başqa layihələr işlədiyimizə görə, bunu, məsələn, əldə olan pulları başqa şirkətlərə, məsələn, başqa layihələrə, Səbrədə, Qubatıda sərf etdiyimizə görə bugünkü gündə puldan sıxıntımız var, ona görə kişilərin haqqını verə bilmirik. Yəni sizə elə deyiblər, yoxsa həqiqət elə? Bəli, şirkətin də bizə, məsələn, yəni bu işin içində olduğumuz üçün görürük, bilirik ki, istəyir Cəbrayildə, istəyir Qubatıda, bəli, işləmişik. Mən də o layihələrdə iştirak eləmişəm, Ağdamda çıxıb orada da o layihələrdə iştirak eləmişəm. Həqiqətdir. Buna baxmayaraq insanlar haqlı olduğu kimi, mən də bilirəm, haqlıdırlar. Verəcəyimiz var, verə bilmirik. Şirkətin də rəhbərləri bizə deyir ki, narahat olmayın, bayrama qədər inşallah bağlayacağıq. Mən də Upsilon şirkətində Ağdam kəngərisində Upsilon şirkətində işləyirəm. Alacağımız var. İstəmişik, pulumuzu ala bilmirik. Evdə ağır birinci qrup xəstəm var. Yəni mən büyük gedib orada keyfimdən işləməmişəm. Balamı həyatda yaşatmaq üçün getmişəm işləməyə. Gün də 3 aydır bir qəpik pul ala bilmirəm. Dekabr, yanvar, fevral ayı maaşım mənim orada durur. Qrup büyüm istəyirsən, bu gəlirsən biz buradakı müdiriyyətləri tanıyırıq, danışdılar. Bunları tanıyırıq, bunlar biz işlədik, biz bunlardan tələb edirik. Bunlar da deyir ki, büyün, sabah. Bugün gələn həftə. O biri ay, bu biri ay. Qardaşım, mən özümü öldürməyə də qalxdım. Bunun nə qayraq? Bunun bu yiyəsi yoxdurmu? Bu şirkətin bir qorxacaq bir yeri yoxdurmu? Bunu bir kimsə
Bunlar deyir ki, dövlətin şirkətə borcu var, dövlət ödəmir, şirkət də verə bilmir sizin pulları. Xahiş edirəm, aidiyyatı qurumlar bununla bir dərindən maraqlansın, gəlsin bizim evimizdə, mən bu gün deyirəm, mənim evimdə uşağımın xəstəliyinə baxsın, görsün, yalan deyirəm, heç mənim o pulumu verməsin. Biz ölməliyik, qardaşım. Yəni dövləti günahkar edirlər ki, pul vermirlər. Bəli. Dövlət şirkətə pul ayırmalıdır ki, bunların dediyilə şirkət də bizim pullarımızı versin. Bugün də pul ortada yox. Biz də bunların boğazına çökürük. Bu kişilər də deyir ki, şirkət bizə pul vermir. Ha bax, versə verəcəyik. Bu ha bax nə qədər edəlir? Biz ölməliyikmi? Ailəmiz, uşağımız, xəstəmiz, problemlərlə yaşamalıyıq mı? Mən evimdə qaz pulu 2-ci aya keçir ki, qaz pulu mən ödəyə bilmirəm. Kişinin oğlu, mənim alacaq, mən veteranım, 80 saat dövlətimizdə pul alırım. Bundan başqa mənim gəlirim yox. Ağırda külfət sahibi var. 9 baş külfətə. Onların xəstələri var. Bunu mən neçədir, hansı qurumlara, hansı cürə çatdıraq, nə cür çatdıraq, dərdimizi kimə deyək? Ölməliyik ki, gəlinsin, baxılsın evimizdəkilərin vəziyyətinə. Mənim özümün yoldaşım şəhid qızıdır. Özüm müharibə veteranıyəm, 4 il döyüşmüşəm bu torpaqda. Uşağım da 1-ci qrup əlildir. Ancaq hələ mən get gəl yollarda elə mesut olmuşuq. Bir yerə tapa bilmişik, dərdimizi deyək, kimlənsə pulumuzu alaq. İlkin mənim şirkətin prezidentidir. Fikrət müəllim direktorudur şirkətin. Abdullah müəllim də oradakı 3-cü səlahiyyətli şəxslərdən biridir. Yəni maliyyə işinə bu puldur, paradır, nə bilim mən. Bunlar baxır. Telefonları da açmırlar. Telefonuna da cavab vermirlər. Cavabında verəndə budur 6-7 ayda eşidilən sözdür də. Ayrı nə deyilir ki? Gələn ay, bu ay 15-i, gələn həftə, bu gün sabah. İstədik, indi də bugünkü gündə qalmışıq. Bir qəpiksiz ailəmiz, külfətimiz, xəstəmiz, problemlərimiz və yaxud da dedim, mən qaz pulunu ödəyə bilmirəm, gəlib qazımı kəsməlidirlər. Xahiş edirəm, yalvarıram ki, dəyməyin qoy gələn ay. Gəlməyin gəl, 3 ay deyir. Qardaşım, mən bircə dənə müraciət eləmədiyim yer dövlətimizin prezidenti qalır. Allah onun canını sağ eləsin. Mən bunu üzümü tutub deyirəm, adiyyəti qurumlar çatdırsın, yəqin bu kişi insan bunu çatdırılası adamları var, bunun səlahiyyətli insanlar. Ona çatdırsınlar ki, ay möhtərəm prezidentimiz, bizi bu günə qoyurlar burada. Bizi işlədib pulumuzu vermirlər, bizim ailəmizin, uşaqlarımızın talehi ilə oynayırlar. Xahiş edirəm buna bir əncam versin. İnşallah verər. Sizin qardaşım? Biz də qardaş dəfələrlə müraciət eləmişik Sosial Müdafiə Fonduna, əmək fakirliyinə. Eyni cavablardır. Bizə deyirlər ki, biz şirkətə məktub yazmışıq, oradan cavab gözləyirik. Heç bir cavab da gəlmir. Axırda deyirlər ki, yəni əmək fakirliyi deyir, sosial müdafiə deyin, oradan onlar deyir ki, prezident administrasiyaya qədər yazmışıq, hələ ki bir nəticə yox. Ad familiyası nə idi sizin? Zeynəlullahımız bayramı. Sizin nə qədər alacağınız mən? Mən 1256 manat, 54 manat alacağım var. Bu 8 ayda mən 1 manat oradan ala bilməm. Nə vaxtda zəng edirəm, deyirlər, gün olacaq, sabah olacaq, belə anladım. Dələdüzlərə rəst gəlmişim. Xahiş edirəm prezidentimizdən, Mehriban xanımdan bizim səsimizə səs verir. Yəni ki, özləri də baxacaq. İnşallah. Hava İbrahim'in nazım olur. Adam şəhət keçkiniyəm. 44 günlük vətən müharibəsinin iştirakçısıyam, qaziyəm, veteranam. Bu şirkətə gəldik, rəhbərliklərlə rəsmi müqavilə bağladı. 6 ay işlədik, 6 ayda 1 manat bizə pul verirlər. 30 bin manat alacağım var. Şəxsən sizin? Şəxsən. Fərqli sənətin əlində yetkililəri təsdiqləyici var. Harasa müraciət eləmişsiniz bundan bağlı müəllim? Müraciət nümayəndəliyə müraciət elədik bir dəfə. Nümayəndəlik də çağırdı, tapşırdı. Qarabağ Bərpəyə də tapşırdı ki, bu adamın pulu ilə bağlı maraqlanan. Onlar da maraqlandıra dedilər ki, maliyyə köçməyib, maliyyə köçən kimi verdik. Səbəb onu göstərirlər ki, dövlət bizə pul versə, əgər biz də verərik. Allah verir. Hara müraciət eləmək istəyirsiniz? Ancaq bizim ümidimiz bir dənə Respublikanın rəisi cənab prezidentimizdir. Yəni Allah onun canını sağ eləsin. Necə ki Qarabağ məsələsini həll elədik. İnşallah bizim də bu məsələmizi həll edəcək. Biz vətən uğrunda döyüşdük, qanımızı tökdük, gecə gündüz bu torpaqları aldıq ki, gün də əziyyət çəkəcək. Gecəsi, gündüzü, şəraitsizliyinə baxmayaraq, susuzluğa, nə bilim, yolsuzluğa baxmayaraq tikib yaratmaq həvəsindəyik. Amma belə şəxslər könüldən sallar. Yəni bu, hara nətər, hansı ölçüyə sığışası bir işli bilmirəm. Yəni
Bu zəhmətkeşlərin zəhmətini niyə taflayırlar? Bəli, cənab prezidentin Biz alver nüfuzundan eləmirik ki, deyək ki, üstünə pul qoymuşuq, hə, düşmür bizə. Biz nə bilim, nəysə mal satmırıq, mal almırıq. Biz zəhmətimizin, əlimizin qabarını qırıq. Gecə günümüz yatmadığımızın qırıq. Gəl danışdıq, Bəli, mövzu təqdim edin zəhmət olmasa. Musayev Moğdur Qaraoğlu, Ağdam rayonu Qızılgən sakini. Usuma şirkətində bizlər işləmişik. Nəinki biz belə işçivaki yol pulu tapıb bura gələ bilmirik, öz sözünü deyə bilmirik. Maaşımızı nə vaxtı vermirlər. Axır vaxt söz verdilər ki, maaşımızı verəcəyik. Noyabr ayının 20-sindən şirkətdən çıxmışıq, işləmirik, işi dayanırıq. O vaxtdan o vaxta qədər pul gözləyirik. Ha müraciət edirik, bu səlahiyyətli şəxslərə yaxınlaşırıq. Şirkətdən pul gün verəcək, sabah verəcək. Eyni problem, eyni sözlər. Eyni sözlər. Pul yoxdur, haradır şikayət edək, nətər edək. Bilmirik, qardaşlar şikayət edək, şikayətləri də qalıb cavabsız. Bizim ancaq bizim ümidimiz cənab prezidentlərdir. Bəlkə prezident bunlara bir təzyiq göstərə, ondan sonra bunların ürəyinə xof düşə və insanların pulun verə. Mən də cavada vermədi insanlar olur. Mən də bu qardaşlar, yoldaşlar kimi həmçinin işləmişik 8 aydan öncə. Pulumuzu ala bilmirik. 4300 manat pul almalıyam. Elə gündə hər ikinci gün, 5-ci gün bizlərə yalandan vədlər verə-verə alladılar. Gətirib bu 8 aya çıxardılar. Biz də qardaş, axırda bu qərara gəldik ki, bəzi yerlərə, orqanlara müraciət eləmişik, tam bərpasını tapmayıb. Elə sağ olun, siz də gəlib bunu işlandırırsınız, lazım olan orqanlara baxsın, bunları bizlərə, bizim işlərə köməklik edəsin. Güvəndiyimiz yer prezidentimiz. Bəli, inşallah. Belə səriştəsiz maşinliklərə, xahiş edirəm dövlət başçımızdan, belə maşinliklərə belə şirkət həvalə eləməsin ki, bizim kimləri, kasıblara da belə boyun bükü qoymasın ki, işləyə haqqımızdan bir maşinlik vermir. Xahiş edirəm belə şirkətlərə dövlət heç nə ikinci verməsin, ümumiyyətlə ki, bunlara bir dərs olsun bu. Deyirsən, Maliyyə şöbəsindən deyir ki, devlət pulu ayırmır, devlət pulu vermir. Devlət pulu ayırmayıbsa, yaxşı, bir belə işlətər görülübdür. Devlət pulu verib də, devlət pulu verirsə, mən pulumu vermirsən. Cənab prezident dəfələrlə vurğulayır ki, bir belə pul ayrıldı. Bəli. Hər bir gündə devlət başçımız yol tikintisinə, ondan sonrasına şəhər salmaya, hamısına hər gün pul ayırır. Dünənləri Bərdən neçə kəndinə yol çəkmək üçün pul ayırır. Bunu hava yerdən ayırmır ki, devlət ayırır ki, xalqım gözəl yaşasın, gözəl gün görsün. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qan tökülüb, torpaq alınıb. Torpaq alınıb ki, sən də maddi cəhətdən öz dolanışını apar, şirkət rəhbəri kimi. Sən də pul qazan, sərmayə qoy, pul qazan. Amma da demir, sən gəl kasıbın, ondan sonrasına ləlöyünün pulun yeginə. 8 aydır yoxdur heç nə. Dolanışıq yoxdur, qazana bilmirik. Necə qardaş, neçə vaxt, neçə nəfər ki, buradakı pulumuzu ala bilmirik. Heç birimizin kartımız özümüzdə deyil. Hansı bankla müqavilə bağlılar, hardan ala bilmirik, özlər kartı hardan Yəni sənətdə yoldaş dediyi kimi kart ayrılıb, ancaq kart görməmiş. Kart görmürük. Boş mesaj gəlib, boş SMS gəlib. Mesaj gəlib ki, bilən pul kökdür. Sənin kartına. 2 dəqiqədən sonra pul yoxdur. Hansı karta zəng edib soruşuram ki, hansı karta vurmuşsan pulu? Hesabınıza gəl. Nədən çıxardım? Kart vurmuşsan, nədən çıxardım mən? Kartınıza, hesabınıza pul gözü, sonra özləri əlinə verir. Bəli, bəli. Çəkil. Yox, sonra çəkilər. Mən kartı özləri götürüb, özləri alıb yoxsa çıxardır oradan. Bizdə kart yoxdur. Məndə kart yoxdur. Pul ələ verilir. Bəli, bəli. Heç pul da verilmir. Verirlər. Sadəcə mağazəyə gedir ki, pulumu çıxart. Deyirəm, hara vurmuşsan, hansı karta vurmuşsan? Sonra qayıdıb pulu çıxardır oradan özü də. Mənə da deyir ki, pulumu çıxart. Mənə kart verməm sənə. Mənim adıma kartı açıb, xala xətrin qalmasın deyim. Pulu ora vurub, oradan da özü çıxarır. Özləri sığortalayırlar. Tamam, aydın.